Dost olmaq istəyəndə, dost seçəndə özünüzə baxın. Bu xüsusiyyət mühümdür. Gördün ki, bu adam haqqı tez qəbul edir, dost, şəhidlə dost olmusan elə bil. Bu gələcəyi şəhiddir. Güllə dəyməsə də şəhid məqamındadır bu. O adam ki, haqqın qabağında boynu tükdən nazidir, tez qəbul edir, gördünüz haqqı. Gördün ki, yox, hey, haqq söz deyilir buna. Hey, yox, dünən öpürəm səni. Münasibətini saxla, amma dost olma. Bu yaxşı dost olmayacaq. Bu yaxşı dost olmayacaq. Hədislərdə var ki, kim paltar geyinər cəmaat üçün, paltar əynində olduğu müddətdə Allah ona nəzər eləməz. Allah nəzərini çəkər. Bayaq dedik ki, ümumiyyətlə paltar geyinəndə bir-birimizi nəzərə alırıq, bir-birimiz üçün bəzənirik. Amma buradan da deyir ki, cəmaata görə geyinsən belə olar, pis olar, Allah nəzərini çəkər. Məsələ bundadır ki, bu məsələnin biraz fərqli cəhətləri var, məqamları var. Biri var, mən cəmaata hörmət edirəm, cəmaatın gözünə ehtiram göstərirəm. İndiyəcə mənim bunu başıma vururlar ki, araq içənlər deyir, sənə çox istəyir, deyirəm, niyə? Dedim ki, namaz qılıb özündən razı olmaqdansa araq içib özündən narazı olsun yaxşıdır. İndi bütün hamısı araq içənlər bir-birinə göndərir bunu, paylaşırlar ki, görürsünüz, özünüz deyirsiniz. Bu elə bilirlər ki, mən deyirəm araq için, keyf eləyin, özünüzdən razı. Yox, araq içmək günahdır, Quran deyir, şərab günahdır, şeytan əməlidir. Amması var ki, hər namaz qılan, hər araq içəndən üstün deyil. Buyurur ki, bir adam insan bilsə ki, Ramazan ayında nə fəzilətlər var, arzulayar ki, bütün il Ramazan ayı olardı, arzulayar bunu. İnsan bilsə ki, nə fəzilətlər var, nə üstünlüklər var mübarək Ramazan ayında. Bu ay insan ruhuna hansı təsirləri göstərir? Mən bir alimlərdən birindən bu sözü eşitmişdim, keçmişdə də sizə demişdim. Deyirdi ki, Allahın bizə lütfüdür ildə bir dəfə bu Ramazan ayının olması. Olmasaydı, çətin aqibətimiz xeyirli olardı. Bir yerdən keçirdi, deyir, ətirinin iyi qalırdı orada. Varının, dövlətinin 1/3 hissəsini ətirə verirdi. Deyirdi ki, özü buyururdu ki, Allahın ən yaxşı bəndələri xoş ətirli bəndələrdir. Bahalı ətirlərdən istifadə edirlər. Mən bunu keçmişdə də demişəm, zarafat kimi qəbul edirlər, amma yenə də onu deyirəm ki, dini ətirlər var ki, baş çatlayır onları. Adam üstünə vuranda baş. Dini ətir olanda ne üçünsə belə qəribə bir şeylər, nədən düzəlir bilinmir. Özü zorla əlvə də sürtürlər, hərdən. Gəlirsən görüşməyə, sonra nə qədər də onun qalır da adamın beynini çatladır. Dini ətir elə bilsin, dini ətirin dinisi odur ki, daha keyfiyyətlidir. Daha yaxşı ətir, daha dini ətirdir. Dini ətir budur. Niyə diniyə gəlib çatan hər şeyin keyfiyyəti aşağı olmalıdır, səviyyəsi aşağı düşməlidir? Bu dini şeylər bulardır. Göd yaxşı ətir al, imkanım var. Hətta Peyğəmbər deyirəm də, 1/3 az deyil, xərcləyərdi ətirə. Saçına yağ sürtərdi, küçədən keçəndə. Deyir, adam zövq alardı onunla. O ki, mənəvi ətirlə ətirlənib, göydən gəlib, yenə də maddi, biz ölürük axı belə sözlər üçün, onun ətri mənəvidir, bəli, mənəvi idi, amma maddi ətirdən də qatırdı, olurdu lap gözəl, lap əla.